İlk önce Novruz bayramını qeyd edən bütün millətləri, həmçinin Azərbaycanlılarımızı Novruz bayramı ilə təbrik edirəm. Və bizim bayramımızın, milli bayramının bu şəkildə Kanada dövləti tərəfindən keçirilməsi biz üçün fərəhdir. Mr. Sobara'ya böyük bir təşəkkürlərimizi bildirdik. This evening we are celebrating Nowruz here in my riding of Vaughan Woodbridge, and it was so wonderful to gather almost over 300 people tonight at Vellore Village Community to celebrate the arrival of spring, rejuvenation, tulips blossoming, nicer weather, and also a good feeling amongst the communities. It reflects the diversity which is here in the city of Vaughan in my riding of Vaughan Woodbridge. I want to say firstly thank you to Azerbaijan House for bringing some wonderful young dancers and showcasing the rich history and culture of the Azerbaijani community that is present here in Canada today and obviously in Azerbaijan itself. Bugün sevindirici haldır. Azərbaycan evini bu tədbirdə təmsil etdik. Bu tədbirdə 2 rəqslə çıxış etdik. Alqışlarla qarşılandı. Gələcəkdə bu kimi tədbirlərdə Azərbaycan mədəniyyəti təmsil etmək fikrindəyik və bununla qürur duyuruq. Azərbaycan evinin adından belə bir tədbirdə çıxış etmək çox xoşdur. Dəvətə görə təşkilatçılara minnətdarıq. Xüsusən rəqs qrupumuzun çıxışı qürur vericidir. Mən də Azərbaycan evi adından hamını Novruz bayramı münasibəti ilə təbrik edirəm.